Son zamanlar bizim şirkətimizə yerli olan şirkətlərin əmtəə nişanının qeydiyyatı üçün müraciətlər artıb. Bu hal bizim üçün çox sevindiricidir. Niyə? Çünki bununla biz artıq başa düşürük ki, kiçik və orta sahibkarlar artıq kifayət qədər məlumatlıdırlar və onlara məxsus olan əmtəə nişanları qeydiyyatdan keçirməyə maraqları var. Biz isə patent şirkəti kimi bunu demək istərdik ki, kiçik və orta sahibkarlar öz biznesinin artırılması ilə bağlı artıq başa düşürlər ki, öz əmtəə nişanları qeydiyyatdan keçirdiyi zaman rəqiblərdən fərqlənə bilərlər. İkinci səbəb isə artıq yerli olan şirkətlər öz məhsulları beynəlxalq bazarlara artıq tanıtmaq istəyirlər. Və onunla bağlı ilk öncə Azərbaycanda qeydiyyatdan keçirilirlər və sonra istədiyini beynəlxalq ölkələrə, hansısa xarici ölkələrdə eyni zamanda orada öz əmtəə nişanları qeydiyyata salınmalıdırlar. Və üçüncü səbəb, mənim üçün yəqin şəxsən bir sevindirici hal odur ki, artıq bizim gənc nəsillərimiz hər hansı bir startup da olsun, hər hansı bir proqram təlimatı olsun və hər hansı bir musiqi əsəri olsun, əvvəlcədən artıq bazara çıxmamışdan qabaq bizə müraciət edirlər və bundan da əmin olurlar ki, onların ideyaları qorunacaq.